Salam uşaqlar. Bugün 8-ci sinif biologiya, yeni biologiya dərsliyindən 3-cü bölməyə başlayırıq. Deməli, 3-cü bölməmiz qan dövranı sistemi haqqındadır. Biz bilirik ki, müxtəlif canlılarda qan dövranı sistemi mövcuddur və qan dövranı sistemi də onların həm quruluşundan, həm də həyat tərzindən asılıdır. Məsələn, bəzi canlılarda qan dövranı sistemi qapalıdır, insanda, onurğalı heyvanlarda və qan dövranı sisteminə aid olan orqanlar ürəkdir və damarlardır və ürək və damarlarda qan dövr edir. Amma əksər onurğasızlarda, məsələn, həşəratlarda açıq qan damar sistemi var. Belə ki, bu sistemdə qan bədəndəki boşluqlara axır və orqanların arası ilə hərəkət edərək öz funksiyasını həyata keçirir. Eee, Belə deyək ki, insanda və yaxud da digər onurğalıların bilirik ki, qanı qırmızı rəngdədir və bizim insanların, onurğalıların qanına qırmızı rəng verən hemoqlobin pigmentində, yəni eritrositlərdə olan, hemoqlobin zülalında olan dəmir atomunun sayəsində ona qırmızı rəng verir. Amma bizim planetimizdə qanının rəngi mavi, yaşıl, çəhrayı, sarımtıl, hətta rəngsiz olan canlılar da var. Qanı rəngsiz olan canlılar da var. Məsələn, burada şəkildə gördüyümüz 8 ayağın qanı mavi rəngdədir. Onun qanının mavi rəngdə olmasına səbəb qanında hemoqlobin yox, hemosiyanin deməli zülalının olmasıdır və o hemosiyanində də dəmir deyil, hemosiyanində orada mis atomu var və mis atomunun olması qanına onun mavi rəng vermiş olur. Gəlin indi heyvanlarda olan qan dövranı haqqında danışaq. Burada bizə iki dənə şəkil verilmişdir. Birinci şəkildə biz nə görürük? Görürük ki, qan dövranına aid olan ürəyin sxematik şəkil verilibdir və damarlar verilmişdir. Amma ürəyə gələn qan damarlar vasitəsilə yox, dəliklərdən gəlib ürəyə tökülür. Oradan çıxandan sonra isə damarlarla deməli bədən boşluğuna tökülür. Amma burada deməli bu çəyirtkədədir, yəni həşəratlarda bu şəkildə verilibdir bizə. Amma soxulcanda baxanda nə görürük? Görürük ki, onun qanı ürəyə damarla gəlir, ürəkdən damarla çıxır və dövr edib yenidən ürəyə qayıdır və boşluğa tökülmür. Demək, bu qan dövranının sistemlərinin bizə deyir ki, oxşar və fərqli cəhətləri nədir? Oxşar cəhətləri hər ikisində ürək var, hər ikisində damarlar var. Fərqli cəhəti biri bədən boşluğuna tökülür, biri yalnız damarlarla hərəkət edir. Qan dövranının nə kimi əhəmiyyəti var? Təbii ki, qan dövranı həm qida maddələrinin və yaxud da ki, belə deyək, oksigenin, karbon qazının dövranında iştirak edir. Bunlara keçməmişdən qabaq gəlin görək, bəs yaxşı, bax bu damarların hansı növləri var? Damarlar özləri iki cür, üç cür olur. Damarların üç növü var. Deməli, arteriya damarı, kapilyar və vena damarları. Arteriya damarı ürəkdən çıxan damara deyirik. Vena damarı ürəyə gələn damara deyirik. Amma kapilyar damarlar isə, baxın burada da göründüyü kimi, ürəkdən çıxan və ürəyə gələn damarların arasında belə deyək bir yerləşir və çox xırda olur. Və bunun haqqında növbəti dərslərimizdə ətraflı danışacağıq. Və əslində biz bunu 6-cı sinif dərsliyində də keçmişdik, arteriya, kapilyar və vena damarlarına və qanın axma istiqaməti həmişə arteriya, oradan kapilyara, oradan isə deməli vena damarlarına doğru gedir. Qanın da bir neçə növü var. Qan növlərindən danışaq. Var arterial qan. Arterial qan oksigenlə zəngin olan qandır və arterial qanın rəngi al-qırmızı olur, onun tərkibində oksigen olduğuna görə. Var venoz qan. Venoz qan isə oksigen az, karbon qazı ilə zəngin olur və qarışıq qan. Qarışıq qanın içində həm oksigen var, həm də karbon qazı var və ona görə biz buna qarışıq qan deyirik. Və qan dövranı sistemi əksər çox hüceyrəli heyvanlar üçün xarakterikdir. Düzdür, elə çox hüceyrəli heyvanlar var ki, məsələn, bağırsaq boşluqlular, heç onların qan damar sistemi yoxdur.
Çünki onlar ümumiyyətlə o orqanlar sistemi yoxdur və yaxud da ki, yassı qurdların qan damar sistemi yoxdur. Orqanlar sistemi olsa da, yassı qurdların, sap qurdların, bunların qan damar sistemi yoxdur. Qan damar sisteminin olmasına ehtiyac nədir? Belə ki, deməli bu sistem orqanizmin ehtiyac duyduğu maddələrin, yəni qida maddələri olsun, oksigen olsun, bunları orqan və toxumalara çatdırır. Həmçinin həmin o orqan və toxumalardan parçalanma məhsullarını onlardan götürür və aparır ifrazat orqanlarına və bədəndən kənarlaşdırılır. Qan dövranı özü iki hissəyə bölünür. İki cür olur, belə deyək. Bir var qapalı qan dövranı, bir də var açıq qan dövranı. Qapalı və açıq qan dövranı bir-birindən ona görə fərqlənir ki, qapalı qan dövranında qan yalnız ürək və damarlarla hərəkət edir. Baxın, buradakı şəkildə gördüyümüz kimi qapalıdır. Bədən boşluğuna tökülmür və ürək deməli əzələləri yığılır. Ürəyin əzələsi yığılan zaman qanı arteriya damarlarına qovur. Deməli ürəkdən çıxan damar arteriya damarıdır. Arteriya damarları ilə bütün orqanizmə yayılır, sonra kapilyarlara keçir. Kapilyarlar da deməli qanla hüceyrələr arasında maddələr mübadiləsi gedir. Ondan sonra qazlar mübadiləsi gedir və ondan sonra qan vena damarına, deməli bu damar olacaq vena, hansı ki vena damarı ilə gəlir ürəyə qayıdır. Yenidən ürəyə qayıtmış olur. Demək, bu cür qan dövranı qapalı qan dövranıdır. Qapalı qan dövranı həlqəvi qurdlardadır, yəni soxulcandı, azqıllı, çoxqıllı qurdlar, zəllilər yadınızdadırsa 7-ci sinifdə keçmişdik. Çoxqıllı qurdlara aid idi, nereid, qum qurdu, azqıllı qurdlara soxulcan aiddir. Zəllilərə tip zəllisini misal çəkə bilərik. Daha sonra başlı ayaqlı mollyuskalar qapalı qan dövranıdır. Başlı ayaqlı mollyuskalara da biz demək kalmardır, 8 ayaq, osminoqdur, bunları misal çəkirik və demək olar ki, bütün onurğalılar qan dövranı bunlarda nə olacaq? Qapalı olacaq. Amma açıq qan dövranı olan canlılar da var. Hansı canlılarda açıq qan dövranıdır? Buğum ayaqlılar, buğum ayaqlılara biz aid edirik xəşən kimiləri, hörümçək kimiləri, həşərat kimiləri, qarın ayaqlı və iki taylı mollyuskalar. Qarın ayaqları hansıları idi aid etdiklərimiz? Göl ilbizi idi, sonra müxtəlif çılpaq ilbizi deyə bilərdik, zolaqlı ilbizi deyə bilərdik. İki taylara aiddir. Anodonta, stridya, midya, sədəf ilbizi aiddir ki, bunlarda qan dövranı açıqdır. Yəni, açıq qan dövranı deyəndə nəyi nəzərdə tuturuq? Açıq qan dövranı zamanı qan bədən boşluğu mayesi ilə qarışır. Baxın, burada gördüyümüz kimi tökülür bədən boşluğuna, mayesi ilə qarışır və burada mübadilə prosesi gedir. Burada olan hüceyrələrdə mübadilə prosesi gedir və açıq qan dövranında qanın hərəkət sürəti də qapalı qan dövranından nisbətən zəif olur. Və bütün bədən boşluğuna töküldüyünə görə təbii ki, biz buna açıq qan dövranı deyəcəyik və onun sürəti necə oldu? Zəif oldu. Bayaq biz qanın rəngindən danışdıq. Dedik, məsələn, deməli, osminoqda hemosiyanin olduğuna görə qanı deməli, mavi rəngdə olur. Amma məsələn, elə onurğasız heyvanlar var ki, onların qanı hemolimfa adlanır və onlar da açıq qan dövranına malik olan canlılardır. Bu onurğasız heyvanlarda da bu qan hemolimfada qan kimi eyni funksiyanı yerinə yetirən bir mayedir. Və hemolimfa qanla müqayisədə rəngsizdir və yaxud da sarımtıl olur və onun tərkibində qırmızı qan hüceyrələri yoxdur. Yəni eritrositlər yoxdur. Eritrosit yoxdur. Amma onların qanı da oksigen, yəni qan deyəndə maye, yəni hemolimfa mayesi də oksigen və qida maddələrinin daşınmasında, tullantı ifrazat məhsullarının bədəndən kənar olunmasında qanla eyni şəkildə funksiyanı yerinə yetirir. Bu dedik ki, hansı canlılardadır? Onurğasız canlılarda, düzdürmü? Həşəratların da qanı hemolimfa adlanır. Amma onların qanı qazlar mübadiləsində, yəni onlarda olan bədəndə olan maye ki, hemolimfa var, o qazlar mübadiləsində iştirak etmir. Biz dedik ki, hemolimfa həm qazların, oksigenin, həm də qida maddələrinin daşınmasında iştirak edir. Amma həşəratlarda olan hemolimfa yalnız və yalnız deməli qida maddələri daşıyır. O oksigen daşımır.
Burada bizə belə bir şəkildə heyvanların şəkilləri verilib və bizə deyir ki, bu canlılarda qan dövranının qapalı və ya açıq olduğunu müəyyən edin. Dovşan məməlilərə aiddir. Dovşanın qan dövranına diqqətlə baxsaq görərik ki, ürəkdən çıxan qan yenidən ürəyə qayıdır. Burada da ürəkdən çıxan qan yenidən gəlib ürəyə qayıdır. Çay xərçəngində yaxından baxsaq nə görərik? Çay xərçəngində görürük ki, onun deməli çay xərçənginin ürəyindən damarlar çıxır və gəlir birbaşa bədənə tökülür. Ondan sonra keçir qəlsəmələrə, qəlsəmələr belə deyək ki, damarlarla yığılır, qəlsəmələrə gəlir. Qəlsəmələrdə qan təmizləndikdən sonra yenidən dəliklər vasitəsilə gəlib ürəyə tökülür. Yəni bədən boşluğuna töküldüyünə görə çay xərçəngində təbii ki, nə olacaq? Açıq qan dövranıdır. Qan dövranı dovşanda olduğu qapalı qan damar sistemi. Deməli, qapalı qan damar sistemidir. Göyərçinə diqqətlə baxırıq, deməli quşlardır. Bunlarda da qan dövranı qapalıdır. İlbizə diqqətlə baxırıq, mollyuskalara aiddir. Görürsünüzmü? Ürəkdən çıxandan sonra qan gəlir, bədənə tökülür və yenidən damarlara yığılıb gəlir ağciyərlərə. Orada qazlar mübadiləsi getdikdən sonra deməli gəlir dəlikdən ürəyə tökülür. Ondan sonra yenidən bədənə yayılır. Deməli açıq qan damar sistemi var. Balığa baxanda nə görürük? Görürük ki, ürəyə deməli venoz qan gəlir, çirkli qan gəlir göyrəkdədir. Ürəkdən qan çıxır, qəlsəmələrə gedir, təmizlənir və gedir bütün bədənə və yenidən gəlib ürəyə qayıdır. Deməli balıqda da qapalıdır. Soxulcan da bayaq elə dediyimiz kimi qapalı qan dövranına malikdir. Hörümçək buğumayaqlılara aiddir. Onlarda da bax gördüyümüz kimi ürəkdən qan çıxır, boşluğa tökülür və sonra dəliklərdən yenidən qayıdır. Deməli açıq qan damar sisteminə malikdir. Verilmiş cədvəli dəftərinizə çəkin və tamamlayın. Demək, qapalı və açıq qan damar sistemi olan canlıları qeyd etdik. Onurğasız heyvanların yalnız açıq qan dövranı olduğunu söyləmək olarmı? Əlbəttə ki, xeyr. Çünki onurğasız heyvanlardan həlqəvi qurdlar, başayaqlı mollyuskalar, bunlar da qapalı qan dövranıdır. Sizcə bu canlılardan hansılarının bədən temperaturu ətraf mühitin temperaturundan asılıdır? Hansı canlılar ki, qan damar sistemi açıqdır? Bax, onların bədən temperaturu, təbii ki, bir də onurğasızları deyirik, soxulcanı, bədən temperaturu ətraf mühitdən asılıdır. Həmçinin biz bura balığı da aid edə bilərik. Çünki onun qanında və ürəyində də venoz qan olur. Amma bildiyimiz, yəni məməlilərdir. Yəni biz bunu bilirdik əvvəldən də. Məməlilər, bir də quşlar bədən temperaturu sabit bədən temperaturuna malikdir bu canlılar. Bunu biz təbiət dərsindən də bilirik. Həmçinin 7-ci sinifdə də demişik bunu. Onurğalı heyvanların qan dövranına gəlin ilk olaraq baxaq. Onurğalı heyvanlara aid olan canlılar, balıqlar, amfibilər, yəni sudoqurda yaşayanlar, reptillilər, sürünənlər, quşlar və məməlilər. Bunların qan damar sistemi qapalıdır. Balıqlarda, baxın, burada balıqların qan dövranı göstərilmişdir, balıqlara aiddir. Balıqların qan dövranı bir dənədir. Onlarda bir qan dövranı var. Amma yerdə qalanların sürünənlərdir, amfibilərdir, quşlardır, məməllərdir. Bunlarda, baxın, buradakı şəkildə göründüyü kimi iki qan dövranı var. İki qan dövranına malik canlılarda tənəffüs orqanları, baxın, burada ağciyərdir. Ümumiyyətlə, hansı canlıların ağciyəri varsa, artıq onlarda iki qan dövranı var. Və iki qan dövranına olan canlılarda tənəffüs orqanları ilə ürək arasında baş verən dövran, baxın, ürəkdən damar çıxır, gedir ağciyərə, yenidən qayıdır ürəyə. Bu dövrana biz ağciyər dövranı deyəcəyik. Amma ürəkdən çıxır və gedir bədənə, yenidən gəlib ürəyə qayıdır. Buna isə biz deyəcəyik böyük qan dövranı. Və buradan da diqqətlə baxanda görürük ki, arteriya damarıdır, sonra yenə kapilyardır, ondan sonra venadır. Və yaxud da burada baxanda nə görürük? Arteriya damarıdır, kapilyardır, sonra yenə venadır. Deməli, əlaqə necə olacaq? Arteriya, kapilyar, vena əlaqəsi olmuş olacaqdır. Və burada biz deməli balığın bir qan dövranını görmüş oluruq. Balıqların ürəyi iki kameralıdır, iki şöbədən ibarətdir. Bir dənə qulaqçığı var. Deməli, qan gəlib hara tökülürsə, hara axırsa, ona biz qulaqçıq deyəcəyik. Deməli, bu bir dənə qulaqçığı var və qulaqçıqdan gəlib mədəciyə töküləcək və bir dənə də mədəcik var. Mədəcikdən çıxan damar, artıq mədəcikdən arteriya damarı çıxır. Və baxanda görürük ki, ürəkdən
göy rəngdədir, yəni qan. Demək ki, bunların ürəyində qan venozdur. Venoz qan olur bunların ürəyində və venoz qan qulaqçığa, oradan da mədəciyə daxil olur və sonra qarın aortası ilə, baxın burada şəkildə də görürük. Baxın, bax bu qarın aortasıdır. Qarın aortası ilə ürəkdən çıxan qan gəlir qərsəmələrə və burada qazlar mübadiləsi gedir və orada oksigenlə zənginləşir. Oksigenlə zənginləşəndən sonra görürsüz yuxarıya qalxdı və yuxarıdakı arteriya damarı. Deməli, ürəkdən çıxan arteriya damarında venoz qandır və təzədən qəlsəmələrdə, tənəffüs orqanında təmizləndikdən sonra çevrilir arterial qana. Demək ki, bunların arteriya damarı ilə iki növ qan axır. Baxın, bu da arteriya damarıdır, bu da arteriya damarıdır. Çünki hər ikisi ürəkdən çıxır, hələ ürəyə qayıtmır. Ürəkdən çıxdı, getdi qəlsəmələrə, venoz qanı idi burada. Arteriya damarı, qazlar mübadiləsi getdi, çevrildi oldu arterial qan. Hansı damardır? Hələ də arteriya damarıdır. Çünki hələ də getməlidir orqanlara və orada orqanlara oksigeni, qidalı maddələri verməlidir. Və bundan sonra bu qan gedir bütün orqanlara və orada bax gəlir orqanlara çatandan sonra kapillyarlara şaxələnir. Arterial qan, burada arterial qandır. Arteriya damarıdır. Kapilyarlarda qazlar mübadiləsi getdi və vena damarı ilə gəlməlidir ürəyə və çevrildi hansı qana? Venoz qana. Deməli, bunların vena damarı ilə ancaq venoz qan axır. Amma balıqların arteriya damarları ilə həm venoz qan axır, həm də arterial qan axır. Və bu desək ki, hansı canlıdır ki, deməli, qan tənəffüs orqanında təmizləndikdən sonra ürəyə qayıtmır. Bu bir qan dövranı olan canlıdır, yəni balıqdır. Çünki balıqlarda qan təmizlənəndən sonra ürəyə qayıtmır. Birbaşa bədənə gedir. Ona görə bunu biz deyəcəyik ki, bunlarda bir qan dövranıdır və bu balıqlara aiddir. Amma yerdə qalan canlılar, amfibilər olsun, sürünənlər olsun, quşlar, məməlilər olsun, onlarda təbii ki, iki qan dövranı var. Və iki qan dövranı olduğuna görə burada bir ağciyər dövranı var. Bir də dedik ki, böyük qan dövranı, yaxud da ağciyər dövranı, kiçik qan dövranı da deyirik. Və burada nə görürük? Görürük ki, ürəkdən çıxan qan tənəffüs orqanına gedəndən sonra yenidən ürəyə qayıdır. Sonra təmizlənmiş qan yenidən bədənə vurur. Yəni bu yerdə qalan iki qan dövranına aid olan canlılara aid etmiş oluruq. İndi isə gəlin hər bir canlının ürəyinin quruluşuna diqqətdən baxaq. Baxın, balıqlara nə dedik? Dedik ki, vena damarıdır, ürəyə açılır, qulaqçığa açılır, qulaqçıqdan mədəciyə və mədəciyin divarı daha qalındır. Çünki qulaqçığın işi yalnız qanı mədəciyə ötürməkdir. Mədəciyin işi isə qanı bütün bədənə vurmaqdır. Və mədəcikdən çıxan damar qarın aortasıdır. Aorta bilirik ki, arteriya damarı, böyük arteriya damarıdır. Qarın aortasıdır və qarın aortasında venoz qandır və bunların ürəyi iki kameralı və ürəyində yalnız venoz qan olur. Gəlin indi amfibilərin ürəyinə diqqətdən baxaq. Amfibilərin yetkin fərdində. Niyə yetkin deyil? Çünki biz bilirik ki, amfibilər metamorfoz keçirir, dəyişkənlik keçirir. Yəni onların kürlərindən əvvəlcə çömçə quyruqlar çıxır, düzdürmü? Çömçə quyruqda quruluşu balıqda olduğu kimidir. Yəni balığın qan dövranı neçə dənədirsə, bilirik ki, balıqlarda bir qan dövranı var, ürəyi deməli iki kameralıdır, venoz qan var ürəyində. Bax, eyni şeyləri biz çömçə quyruğuna da deyə bilərik. Ona görə də amfibilərin sırf ürəyinin quruluşundan danışırıqsa, biz onun yetkin fərdini deməliyik, vurğulamalıyıq ki, yetkin fərdinin ürəyi üç kameralıdır. İki qulaqçığı var və bir dənə də mədəciyi var. Və bunların qulaqçıqlarının ikisi də mədəciyə açılır. Və həmişə yadımızda saxlayaq. Sol tərəfdə, əslində bura bizim sağımızdır, düzdürmü? Biz sanki kitabı çevirib özümüzə doğru tutsaq, üzü belə deyək də özümüzdən qırağa tutsaq, bunun solu bizim solumuz olacaq. Amma üz-üzə tutanda kitabı, belə üzbəüz baxanda bizim sağ tərəfimiz buranın solu olur. Və həmişə ürəyin sol tərəfində arterial qan var. Həmişə də ürəyin sağ tərəfində venoz qan var. Bütün canlılarda belədir. Yəni iki qan, iki kamera, iki qulaqçığı olan təbii ki, canlılara aiddir. Və bunlarda ürəyin sol tərəfindəki olan arterial qan, sağ tərəfində olan venoz qan birbaşa tökülür mədəciyə və mədəcikdə nə görürük? Arterial və venoz qan qarışır. Ona görə də bunların bədəndə qarışıq qan olur. Baxın bu, amma elə bir şey var ki, bu ürəkdə sanki belə cibcikləri olur və buradan da
fikir verəndə görürük ki, qan tam olaraq hər yerdə qarışmır. Bir tərəfdə venoz qan qalıb, bir tərəfdə qarışıq qandır, bir tərəfdə də arterial qandır. Niyə belədir? Çünki bu mədəcik yığılanda bu qanları müxtəlif hissələrə ötürülür. Yəni qarışıq qan gedir bütün bədənə. Qarışıq qan bədənə gedir. Sonra arterial qan ötürülür, başa gedir. Qurbağanın başına gedir. Venoz qan isə gedir ağciyərlərə. Bir də dəriyə. Çünki biz bilirik ki, onlar dəri tənəffüsü və ağciyər tənəffüsü vardır. Və demək ki, bunların ürəyi 3 kameralıdır. Ürəklərində hansı qan var? 3 növ qan var ürəklərində. Venoz, arterial və qarışıq. 3 növ qan var. Bunların bədənində, ürəyində 3 növdür. Qoyun belə yazaq. Ürəkdə 3 növ, bədəndə də 3 növ qan olur. Bədəndə də 3 növ qan var. Həm venoz, arterial və qarışıq və bunların təbii ki, 2 qan dövranı var. İndi keçək sürünənlərin ürəyinin quruluşuna baxaq. Sürünənlərin, məsələn, kərtənkələdən danışaq. Kərtənkələnin, ilanın və yaxud da tısbağanın, bunların ürəklərinin quruluşu 2 qulaqcıq, 2 mədəcik deyə bilmərik. Bunlarda da bir mədəcikdir, amma mədəciklərində bunların artıq, yəni buradan belə 2 dənə görünür, əslində 2 dənə deyil. Bir mədəcikdir, amma mədəciklərində yarımçıq ara kəsmə var. Sağ qulaqçıqda təbii ki, venoz qandır, sol qulaqçıqda arterial qandır və mədəcikdə yarımçıq ara kəsmə olduğuna görə arterial və venoz qan mədəcikdə yarımçıq olduğuna görə yenə qarışır. Yəni tam ara kəsmə yoxdur. Ona görə də bax görürsüz qarışıq qan var. Və bunlar mədəcikləri yığılanda bu mədəcikdən 2 dənə aorta çıxır. Aorta qövsü çıxır. Bir qarışıq qanı, baxın bunu bədənə verən sol aorta qövsü. Daha sonra təmiz qanı başa verən, yenə sürünəndə nədir, amfibdə olduğu kimi sağ aorta qövsü var. Bir də çirkli venoz qanı, baxın bu göylə olan venoz qanı aparır ağciyərə. Bu artıq aorta qövsü deyil. Demək, bunlarda 2 dənə aorta qövsü var. Sağ aorta qövsü, baxın bu. Sağ aorta qövsü qırmızı olan, sol aorta qövsü, bu da bənövşəyi olan. Sol aorta qövsündən bədənə gedir, sağ aorta qövsündən də başa gedir. Amma bir də digər bir damar da çıxır ki, bu damar adlanır ağciyərə gedən ağciyər arteriyası, hansı ki, içində venoz qan axır. Məsələn, desək ki, ağciyər arteriyası içində venoz qan axan damar varmı ki, arteri damar olsun, içində venoz qan axsın? Bəli, ağciyər arteriyasının içində venoz qan olur və gedir, tam təmizləndikdən sonra gəlir, tökülür sol qulaqcığa. Buradan başa gedəndən sonra çirklənir, bədənə gedəndən sonra venoz qana çevrilir, o da gəlir, tökülür sağ qulaqcığa. Demək ki, 2 qan dövranı gördük. Hansılar oldu? Ağciyər arteriyası ilə, qoyun bunu tam təmizləyim, rahat görə bilək. Deməli, 2 qan dövranı oldu. Birinci qan dövranı hansı oldu? Gəlin ağciyər dövranı deyək. Mədəcikdən başladı, ağciyər arteriyası ilə getdi ağciyərlərə, təmizləndi və gəldi, töküldü sol qulaqcığa. Bu oldu ağciyər dövranı. Böyük qan dövranı olanda necə oldu? Bir, sağ aorta qövsündən çıxdı, bir də sol aorta qövsündən çıxdı, biri başa getdi, biri bədənə getdi, çirkləndi, gəldi, töküldü sağ qulaqcığa. Deməli, bu nə olacaq? Bu olacaq böyük qan dövranı. Ona görə də 2 qan dövranı. Və deyəndə ki, deməli, bunlarda, yəni ümumiyyətlə sürünənlərin bu xüsusiyyətlərini yazsaq, ürək olur 3 kameralı, ürək var, deməli 3 kameralıdır ürək. Ürəkdə də, ürəkdə də, bədəndə də 3 növ qan var. Yəni venoz, arterial, qarışıq qan var. Daha sonra bunların 2 qan dövranı var. Amma sürünənlərin içində bir istisna var. Bu istisna timsahdır. Belə ki, timsahların ürəkləri tam ara kəsmə ilə mədəcik sağ və sol hissəyə ayrılır. Bu şəkildə belə rəngini dəyişsəm daha yaxşı görərik. Baxın, belə tam olaraq bölünübdür. Yəni, ürək 4 kameralı olubdur. Sağ və sol hissəyə bölünüb və sağ tərəf, sol tərəflə əlaqəsi olmadığına görə biz deyirik ki, timsahın ürəyində 2 növ qan olur. Deməli, timsahı soruşuruqsa, timsah.
Bunların ürəyində iki növ qan var. Arterial və venoz. Çünki qarışmırlar. Amma baxmayaraq ki, ürəkdə iki növ qan var. Ürəkdən çıxan arterial qan venoz qanla qismən qarışır. Deməli, bu o deməkdir ki, onların, timsahların bədənində üç növ qan olur. Deyəndə ki, hansı canlıdır ki, onun ürəyində iki növ qan var, amma bədənində üç növ qan var, deməli bu timsahdır. Söhbət timsahdan gedir. Keçək digər isti qanlı canlılar. Bu danışdıqlarımız soyuqqanlı canlılar idi. İsti qanlı canlılara hansılara aiddir? Bunlara aiddir və yaxud da sabit bədən temperaturu olan canlılar, quşlar və məməlilər. Və bunların ürəklərinə baxanda görürük ki, bunların ürəkləri 4 kameralıdır. Quşların ürəyi 4 kameralıdır. Elə ortaya yazıram. 4 kameralı ürəkləri var. 2 qulaqcıq, 2 mədəcik və ürəyin sağ tərəfində venoz qandır, sol tərəfində arterial. Yenə də ürəyin sağ tərəfində venozdur, sol tərəfində arterial qan var. Bunların da ürəyində iki növ qan olur. İki növ qan var. Bunların bədənində də həm ürəkdə, həm də bədəndə iki növ qan olur. Yəni burada biz qarışıq qan görə bilmərik. Bunlarda iki növ qan olur. İki qan dövranı var. Böyük qan dövranı, kiçik qan dövranı təbii ki. Bir dənə quşla məməlinin ürəyinin diqqətlə quruluşuna baxsaq, bir dənə fərqi görə bilərik. O fərq hansıdır? Hər ikisində bir dənə aorta qövsü var. Aorta. Məsələn, deməli bayaqları nə dedik? Dedik ki, sürünənlərdə 2 dənə aorta qövsü var, amma bunların bir dənə aorta qövsü var. Fərq odur ki, quşların ürəyindən çıxandan sonra aorta qövsü sağa doğru gedir. Ona görə bunlarda sağa aorta qövsü var, görürsüz sağa gedir. Amma məməlilərdə aorta çıxdıqdan sonra sola doğru gedir. Ona görə də biz məməlilərdə deyirik ki, onlarda sol aorta qövsüdür. Bax, bir dənə fərq odur. Yəni ürəyin quruluşlarını fərqləndirmək istəyiriksə, aorta qövslərinə baxırıq. Qırmızı olan qırmızı tərəfə elə gedirsə, bu məməlidir. Amma bu qırmızı tərəfdən çıxıb əksinə gedirsə, deməli bu sağ aorta qövsü olan, deməli bu quşdur. Buradan da biz bunların ürəklərini fərqləndirə bilərik. Sizcə qan dövranı sistemi olmayan bağırsaq boşluqlularda maddələrin daşınması necə baş verir? Təbii ki, bağırsaq boşluqları hansı canlılara aiddir? Biz bilirik ki, bunlara aiddir hidradır, poliplərdir, sfoid meduzalardır, mərcan polipləri və yaxud da hidrazoalar, hidralardır ki, bunların bədənlərində qan dövranı və yaxud belə deyək, orqanlar sistemi yoxdur və bunlar bütün bədən səthi ilə qida maddələrini, belə deyək, oksigeni qəbul edir, tənəffüs edirlər və bunlarda daşınma sanki belə deyək də qidanı alırlar boşluğa, o bağırsaq boşluqlarına və orada fermentlər ifraz olunur və o maddələr parçalanır. Parçalanandan sonra bunlardan xüsusi hüceyrələr həzmi həyata keçirir və o həzmi bir hüceyrədən digər hüceyrəyə bəlkə də daşıyır. Yəni bunlarda qan dövranı deyilən bir şey yoxdur. Və çox sadə quruluşludular və bunlarda bəlkə də belə deyək, hüceyrə arası maddə hesabına qida maddələri bir hüceyrədən digərinə daşınır. İndi isə gəlin burada öyrəndiklərimizi tətbiq edin hissəsinə baxaq. İki qan dövranı olan canlılar. Deməli, qurbağanın iki qan dövranı oldu, balıqlarda deyil. İtin iki qan dövranı var, məməlidir, kərtənkələ sürünəndir, 2-dir, timsah 2-dir. Ürəyində bir mədəcik olanlar, qurbağada 2 qulaqcıq, 1 mədəcik, balıqda 1 qulaqcıq, 1 mədəcik, itdə 2 qulaqcıq, 2 mədəcik, kərtənkələdə 2 qulaqcıq, 1 mədəcik, timsahda 2 qulaqcıq, 2 mədəcik, çünki 4 kameralı ürəyi var. Ürəyində 2 qulaqcıq olan qurbağada 2 qulaqcıq var, balıqda 1 qulaqcıq, 1 mədəcikdir, itdə 2 qulaqcıq var, kərtənkələdə 2 qulaqcıqdır, timsahda da 2 qulaqcıq. Ürəyində 2 mədəcik olanlar, qurbağanın 1 mədəciyi var, ara kəsmə yoxdur, balığın 1 mədəciyi var, itin 2 mədəciyi var, kərtənkələnin 1 mədəciyi var və ara kəsmə var yarımçıq, timsahın isə 2 dənə mədəciyi var. Canlılarda hansıların ürəyində arterial və venoz qanın qarışdığını söyləmək olmaz. Hansı canlıların ki 4 kameralı ürəyi var. Hansı canlıdır bu? İtdi 4 kameralı ürəkdir, bir də timsahdır. Bunlarda ürəkdə arterial və venoz qan qarışmır. Gəlin buradakı öyrəndiklərinizi tətbiq yoxlayın hissəsinə də nəzər yetirək. Qapalı və açıq qan dövranları arasında əsas fərq nə oldu? Əsas fərq o oldu ki, qapalı qan dövranında qan damarlarla hərəkət edir, açıq qan dövranında isə qan bədən boşluğuna tökülür. Və açıq qan dövranının sürəti zəifdir, qapalı qan dövranının sürəti
güclüdür. Verilmiş qan dövranı sisteminə əsasən düzgün fikirləri seçək. Qan dövranı sisteminə diqqətlə baxanda görürük ki, burada ağciyərlər verilmişdir və təbii ki, ağciyər var, iki qan dövranı var, 4 kameralı ürək var və buradan ürəkdən çıxan damar sola yönəlib. Deməli, bu məməlidir və məməlidir və insandır, yəni insanın ürəyinin və yaxud da ki, belə ağciyərin quruluşundan baxsaq görürük ki, bu insanın quruluşuna aiddir. Deməli, məməlilərə aiddirmi? Bəli. Bir rəqəmi bizə burada nəyi göstərir? Sol aorta qövsünü göstərir. Sol aorta qövsüdür. Rəqəmi ilə qeyd olunmuş damarla venoz qan axır. Xeyr, elə burada rəngindən də görürük ki, soldan çıxan damar sol mədəcikdə arterial qandır və aorta qövsüdür ki, bədənə aparacaq. Deməli, o arterial qan axır, venoz qan axmır. Mən səhv oxudum, üzr istəyirəm. Bir rəqəmi ilə qeyd olunmuş damar sağ aorta qövsünü göstərir. Xeyr, bu sol aorta qövsüdür. Ona görə bu səhvdir. 2 rəqəmi ilə qeyd olunmuş damar venoz qan axır damarlı. 2 rəqəm hanı? 2 rəqəm ağciyərə gedən damardır. Ürəkdən çıxır ağciyər arteriyası ilə ağciyər kötükdür. Ondan sonra ağciyər arteriyası ilə gedir ağciyərə ki, təmizlənsin və təbii ki, içində venoz qan var. Bəli, içində venoz qan axır. Bu düzgün fikirdir. 3 rəqəmi ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyinə birləşir. 3 rəqəmi ilə göstərilmiş damar ağciyər venasıdır, hansı ki ürəyə qayıdır və o gəlir təmiz qan mütləq gəlib, deməli, birləşməlidir sol qulaqçığa. Deməli, ona görə də bu sol qulaqçığa gəlir, sağ mədəciyə tökülmür. Ona görə də bu da səhv oldu. 4 rəqəmi ilə göstərilmiş böyük qan dövranıdır, bəli. 5 rəqəmi ilə ağciyər dövranını göstərilmişdir, bəli, bu da düzgündür. Uyğunluğu müəyyən edin. Bir qan dövranı və iki qan dövranı göstərir bizə və ümumi əlaməti göstərmək lazımdır. Tənəffüs orqanında oksigenlə zənginləşən qan ürəyə qayıtmadan digər orqanlara daşınır. Bu bir qan dövranına aid oldu. 4 kameralı ürəyə malik heyvanlarda olur. Təbii ki, bu 2 qan dövranı olan canlılardır. Onurğalı heyvanlarda rast gəlinir hər ikisi. Balıqlarda 1, yerdə qalanlarda 2 qan dövranı. 2 kameralı ürəyə malik heyvanlarda olur. Bu balıqlardır. Onlarda 1 qan dövranıdır. Ürəyinin mədəciyində tam ara kəsmə olmayan heyvanlarda olur. Bu təbii ki, 2 qan dövranına aiddir. Bu dərsimiz bu qədər. Uşaqlar, ümid edirəm hər şey sizə aydın oldu. Sağ olun. Hamınıza uğurlar.